أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين، والصلاة والسلام على نبينا محمد وعلى آله وأصحابه أجمعين، أما بعد. Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Bəli, değerli dinleyiciler. Sual verilir ki, cennette cennet ehli ne arzulasa ona verilecek mi? Olabilsin, misal üçün biri maşın arzuluyur, olabilsin biri fərqli mənzərə arzuluyur, misal üçün birisi qış mənzərəsini xoşluyur, birisi payızı xoşluyur. Cennette bunlar var mı? Değerli insanlar, bu sual əslində hətta Resulullah sallallahu aleyhi ve sellemin zamanında belə sahabələrin bəzilərini maraqlandırmış, Allahın Resulundan bu barədə soruşmuşdular ki, ya Resulullah, cənnətdə əkin əkmək var mı? Resulullah soruşur, niyə soruşursan bunu? Deyir, mən o qədər sevirəm ki, əkin əkməyi. Hətta arzu edirəm ki, əgər cənnətə düşdümsə, orada da əkinlə məşğul olmaq istərdim. Bəli, deməli, bu sual hər zaman insanları düşündürdüyü kimi, bugünkü möminləri də düşündürür. Değerli Müslümanlar, biz bu sualdan öncə biraz öz anatomiyamıza qaydaq. Görək, biz tam olaraq nəyi sevirik ki? İnsanlar sevməkdə standart vardır ki, yəni hamı eyni şeyi sevir? Yox, bu insan zövqünə görə bəli, dəyişir. Çünki biz bir dünyaya göndərilmişik ki, biz əslində dünyalı deyilik ki, bizim vətənimiz dünya deyil ki, dəyərli insanlar. Bizim vətənimiz əslində cənnətdir. Bizim babamız, nənəmiz cənnətdə əmələ gəliblər və orada yaşayıblar, həm də uzun illər orada yaşayıblar. Və müəyyən imtihan üçün yerə göndərilmişik və burada müvəqqəti varıq. Müvəqqəti olduğumuza görə də Rahman və Rahim Allah bizə dünyaya görə bir psixologiya vermişdi. Bizim zehnimiz dünya fizikasına və kimyasına görə ayarlanıb. Misal üçün biz hökmən bir müddət sərində qalmalıyıq, bədənimizdə bərkimə olsun. Bir müddət istidə qalmalıyıq, bədənimizdə soyuqda yığılmış yad maddələr tər vasitəsilə çölə çıxsın. Biz yemək yeyib zövq alırıq, həmən yeməyi sonra bədəndən çölə atmaq üçün sindirim sistemi qurulmuşdur bizim üçün. Biz həyəcanlanmalıyıq. Həyəcanlanmaq üçün Allah bizə adrenalin maddəsini bədənimizdə hormonlar ifraz edir. Adrenalin. O olanda biz həyəcan keçirdirik və biz də yaşamaq üçün bəzən həyəcanlı olmalıyıq. Bəzən sevinməliyik. Sevinmək üçün hormonlar dopamin ifraz eləyir, dopamin maddəsi. Yatmaq üçün melatonin maddəsi ifraz olur. Yoxsa biz yatmarıq ki, niyə bəzən yorğun olur, yata bilmirik? Niyə bəzi insanların yuxusu yoxdur, pozulub? Niyə? Çünki hormonları melatonin maddəsini ifraz etmir. Melatonin maddəsi də gəlmədi, insan yatmayacaq. Ona görə ona psixoloji dərmanlardan melatonin ifraz edən dərmanlar qəbul etdirilir ki, o yata bilsin. Deməli biz dünyada yaşamaq üçün müəyyən maddələrə, müəyyən fiziki təsirlərə ehtiyacımız vardı. Bu isə cənnətdə demək olar ki, böyük bir mənada dəyişiləcək. Böyük bir mənada dəyişiləcək. Yəni dünyadakı zövqümüz
orada tam olaraq bu formada olmayacaq. Niyə? Misal üçün, heç kəs sıxıntı yaşamaq istəmir. Düzdür? Hər birimiz beləyik. Amma biz nə qədər içimizdə insan vardır ki, sıxıntıdan çıxdıqdan sonra uzun müddət saadət içində yaşayanda sıxıntılı günlərini özləyir. Yadına salır və hətta onu xatirəsindən qalıbsa onu xatırlayır və onu xatırlamaq da istəyir. Yadına salır, nə gözəl günlər idi. Yoxsulluq idi, amma birlikdə idik. Ailəmiz geniş idi deyə xatırlayır. Halbuki həmən vaxtda Allahım, haçan bu sıxıntıdan çıxarıq? Haçan qış çıxar, bu əzab, əziyyətdən ayrılarıq? Və sonra yayın istisində qışı özləyir. Heyfdir qış, soyuqda adam bürünür, yatır. Bu insan nə istəyir? Heç adam özü də bunu tam olaraq təyin edə bilmir. Biz nə arzuluyuruq, nə istəyirik? Allaha dua edirik ki, bir vəziyyətdən çıxaq, sonra həmən vəziyyəti özləyirik. Həmən vaxtı olan milyonçudur, qədim dönəmin maşınını alır, sülür. Niyə? Həmən dönəmi yaşayır deyə. Halbuki həmən dönəmdə yoxsul olub, həmən maşın ona əziyyət verib. Deməli, biz insanlar, Allah bizə elə bir fizyonomiya vermişdi ki, elə bir psixologiya vermişdi ki, biz bu dünyanın sıxıntılarını biraz sevməliyik ki, yaşayaq. Yoxsa insanlar yaşamaz. Misal üçün, bir qadın uşaq dünyaya gətirəndə, normalda kim o əzabı təzədən yaşamaq istəyər ki? Amma Allah elə yaşamaq zövqü vermişdir ki, o zövq, o həyəcanı, o ıstırabı öldürür həmən anlığına. Ona görə də insan həyatın hər üzünü yaşayır. Deməli, bu dünya üçün bizə verilmişdi. Və ona görə də Rasulullahdan soruşan o adam ki, ey Allahın Rasulü, biz orada əkin əkəcəyik. Niyə? Çünki yaşamaq üçün Allah ona əkin həvəsi vermişdi. Orada isə bu həvəs onda heç olmayacaq ki. Bizim nə qədər uşaqlıqda arzularımız olub, sonra böyümüşük demişik, biz uşaq vaxtı nə mənasız arzular edirdik. Nə bilim, bir cinim olsun, o cindən arzu edim, nə istəyim mənə versin, sonra da o arzularımıza gülürük. Və yaxud da ki, nə qədər boş arzu, və yaxud da ki, dəfələr nə olub ki, demişik, yaxşıdır o vaxtda arzuladığım məndə olmayıb. Yanlış işlər çıxardı əlimdən. Deyə danışırıq. Deməli, dəyərli insanlar, bizim dünyadakı xəyallarımız, arzularımız, sevdiklərimiz, qorxduqlarımız bu dünya içindir. Ötəki dünyada isə Allah möminlər üçün elə bir cənnət hazırlamışdır ki, Allah deyir, gözlər onu görməyib, heç bir xəyallarda o yoxdur. Yəni, elə bir inanılmaz bir şey. Ona görə də biz onu oranı görmədən dünyanın zövqü ilə danışırıq deyə belə deyirik, mənim orada təyyaram olacaq, mənim orada kompüterim olacaq, telefonum olacaq. Yəni, bəlkə də telefon bizim üçün bugün o qədər yenidir deyə populyardır da. Misal üçün, bugün bu telefonun yanında kim köhnə telefonu özləyir, barmaq ilə çevirirdi nəyə rəqəmi? 0, 9, yarım saat gözləyirdin onun geri qayıtmasını. Kim onu özləyir, kimin yadına düşür? Düşsə də belə, bəlkə də boşluqdan kiminsə yadına düşür. Yəni, kimsə ona möhtac deyil. Hələ belə arzu olar, ehtiyac ona yoxdur. Ona görə heç yadımıza belə düşmür. Deməli, cənnəti də belə təsəvvür et. Allah ilahi elmi ilə elə bir şeylər hazırlayıb ki, sən onları gördükdə insan birinci səcdəyə qapanacaq. Bax, birinci səcdəyə qapanacaq. Səbəbi də gördüyünün, xəyalının ucundan belə keçmədikləri olduğuna görə. Ona görə oranın zövqü dəyişir. Amma hər nədir, orada insana
istədiyi hər nə veriləcəkdir, amma baxır onun istədiyi hansı sərhəddir. Misal üçün, cənnətin təbəqələri var. Cənnətin təbəqələri var. O deyə bilməz ki, o 7-ci cənnətə düşübsə, deyə bilməz ki, mən 8-i istəyirəm. Allah da desin ki, hə, sənə söz vermişəm, nə istəsən verəcəyəm, hə, sənə 8-i verdim, yox, elə deyil. 7-dəsənsə, 7-dəsən. 6-cıdasansa, elə oradasan. Amma oranın içində sənin xəyal edib edə bilməyəcəyin hər nə vardır və sənə veriləcəkdir. Ən-Nəhl surəsi 31-ci ayədə. Allah Subhanahu taala belə buyurur. Əuzu billahi minəşşeytanirracim. Cənnatu adnin yədxulunəha təcri min təhtihəl ənharu ləhum fiyhə mə yəşəun. Kəzəlikə yəcziyəllahul muttaqin. Elə bir cənnətdir ki, onun altından ırmaqlar axır və orada nə istəsəniz sizə veriləcəkdir. Bu, Allahdan qorxanların mükafatıdır. Digər ayədə buyurur ki, Ləhum mə yəşəunə fiyhə və lədeynə məzid. Onlara orada nə istəsələr veriləcəkdir. Hələ bizim yanımızda onun artıqları da vardır. Ondan, daha doğrusu ondan artıq olanlar da vardır. Yəni, heç sən istəyə bilməmisən. Heç sən düşünmürsən ki, belə bir zövq vardır. Allah onu sizin üçün hazırlamışdır. Onlardan biri də Allahı görmə zövqü olacaq. Elə bir dəhşət yaşayacaq ki, elə bir zövq yaşayacaq ki insan, nə adrenalindir, nə dopamindir, nə melatonin maddəsidir. O bir dəhşətdir. Bəlkə bunların minini bir yerə yığsan, o zövqü yaşada bilməz sənə. Elə bir zövq yaşayacaq insan. Allaha baxdıqca elə bir zövq yaşayacaq. Ləhum fiyhə mə yəşəun, xalidinə, kənə alə rabbikə va'dən məs'ulə. Onlara orada istədikləri hər nə veriləcəkdir. Onlar orada əbədi yaşayacaqlar. Bu, Allahın öz qullarına verdiyi bir sözdür və bir məsuliyyətdir. Subhanallah. Allah bunu öz üzərinə bir məsuliyyət götürür. Yəni, mən sizə bunu söz vermişəm. Ağlınızdan keçməyən zövqü yaşadacağım sizə. Kimə? Muttaqinlərə, Allahdan qorxanlara. Digər ayədə deyilir. Bunlar hamı ayrı-ayrı ayələrdir. Sadəcə olaraq toparlanıb sizin üçün oxunur. وَلَكُمْ فِيهَا مَا تَشْتَهِي أَنْفُسُكُمْ وَلَكُمْ فِيهَا مَا تَدَّعُونَ. Onlar üçün orada arzuladıqları, iştahlarından keçən hər nə hazırlanmışdır. Onlar nəyi istəsələr? Fihə mə təddəun. Təddəun, yəni nə istəsəniz, nəyi çağırsanız, o sizə veriləcəkdir. Xüsusi xidmətçilər hazır huzuruna gətirilir. Yoxsa biz dünyada bəzən deyirik, çox gözəldir, maraqlıdır, bir mənzərəyə gedirsən, o mənzərədə kabab eləyirsən, kababın tüstüsü adama dəyir. Əslində bunlar əziyyətdir. Sonra həmən tüstünü təmizləmək üçün özümüzdən gəlib nə qədər çimirik. Və yaxud da ki, tüstünün gözü ıslatması və yaxud da ki, burada bu əzabı çəkib sonra sonunda yorulmaq. Amma cənnətdə elə deyil, dəyərli insanlar. Biz dünyada xarakterimizdə işləmək. Biraz köləlik var, biraz da sultanlıq var da. Yəni biz nə tam köləyik, nə tam sultanıq. Xarakterimizdə hər nə var. Xidmət edirik. Sultan da olsan, övladlarına xidmət edirsən, gedib bazarlıq edib gətirirsən. Və yaxud da ki, bazarlığı belə başqasına elətdirirsənsə, özün işləyirsən ki, qazanasan. Deməli, həyatımın bir hissəsi sultanlıq, bir hissəsi köləlikdir. Amma bu axirətdə elə deyil. Sən axirətdə hər bir nəfərə
Mələklər elə hörmət edəcək ki, o adam elə düşünəcək ki, cənnətin ən hörmətli adamı budur. Yəni oranın insanları, çünki Allahın qonaqlarıdır, Allahın dostlarıdır. Allah ayənin sonunda buyurur ki, Zəlikə cəzəul muhsinin. Bu, gözəl insanların mükafatıdır. Gözəl insanların mükafatıdır. Bəli, dəyərli müsəlmanlar, deməli, cənnətdə, bəli, sən nə istəyəcəksənsə, sənə veriləcək. Amma Allahın sərhədləri çərçivəsində, yəni o mərtəbə ki, sənə verilib, həmən mərtəbənin zövqü. Tutaq ki, sən oruç tutmamısan. Deyirsən ki, Reyyan cənnətinə getmək istəyirəm. Bu sənə verilməz. Niyə? Bu cəza deyil. Tutmadın dünyada. Tutmadın dünyada. Bu sənin mükafatın deyil. Yəni, ola bilər də, indi bu o demək deyil, oruç tutmayanlar sevinsinlər ki, oruç tutmayanlar da cənnətə düşəcək. Bu, tam olaraq, yəni, hansı isə detalları var bunun. Dərsə görə bütün detallara gedə bilmirik, mövzudan çıxırıq deyə. Yəni, bu, ola bilər də bir insan cahil olub, tutmayıb oruç, bilməyib, sonra hidayət olub, tövbə edib, Allahın dininə gəlib, amma ona növbəti Ramazan qismət olmayıb, tuta bilməyib. Bax, belənçi cənnətə düşsə belə, o Reyyan cənnətini görməyəcək, çünki oruç tutmayıb. Bilməmişən səni cəhənnəmə salmayıblar ki. Bilməmişən, bu zövqü yaşaya bilməyəcəksən. Çünki bu yaşayanlarındır, oruç tutanlarındır. Allah üçün oruç tutmaq asan ibadət deyil, bu bunu yaşayıb. İkinizə də eynisi verilsə, bu onda oruç tutana zülümdür. Ona görə deməli cənnətdə daha sənə aid olmayanları da istəyə bilmirsən. Zaten belə şey olmaz. Zaten insan cənnətdə də dünyadakı kimi etməz. Yəni əlinə fürsət düşmüşsən onu da bunu da istəyirəm deməz. Zaten Allah ona elə bir şeylər verəcək ki, o Allahın huzurunda xəcalət çəkəcək ki, mən layiq olmadığım nələr mənə verildi. Allahdan arzu edirik ki, Allah bizə elə bir cənnət bəxş etsin ki, zaten bu belə də olacaq, yəni cənnət belədir. Yəni orada artıq heç bir şey insan xəyal belə etməyəcək, heç könlündən belə keçməyəcək ki, hey filan şey belə olsaydı. İnsan bircə bunu deyə biləcək ki, çaş ki mən dünyada daha çox əməl edərdim. O da mərtəbənin qalxması üçündür. Bəli, biz mərtəbəni qaldıraq, biz unutmayaq ki, Allah bizdən kasıb deyil. Allah bizdən varlıdır. Allah bizə borclu qalmaz. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.